Son vaxtlar bir fikir məni heç rahat buraxmır. Tez-tez qabağıma nəvə ilə nənə babadır. Məsələn, sual verirlər ki, həyatda nəyi başqa cür edərdin ya da nəyə görə peşman idin? Və hər dəfə də beynimə bir fikir düşür, bir hiss, qorxu hissi düşür, amma qocalmaqdan yox, bir gün ayılıb o gəncliyini yaşamadığını anlamaqdır. Biz gələcəyə hazırlaşmağa o qədər vaxt sərf eləyirik ki, işləyirik, pul yığırıq, sevmədiyimiz şeylərə dözürük. Özümüzə deyirik ki, biraz da səbr et, sonra yaxşı olacaq. Səyahət edəcəm, sonra istədiyim kimi geyinəcəm, sonra rəqs edəcəm, sonra sevəcəm, sonra və həyatda o qədər sonralar olur ki, sən bilmirsən ki, o sonranı bizə heç kim vəd etmir. Bir gün anlayırsan ki, öz həyatını yox, başqalarının gözlədiyi kimi yaşayırsan. Ən qorxulusu da qırışlar deyil. Ən qorxulusu bir gün oyanıb anlamaq ki, gəncliyin bitib və həyatına ancaq hansısa bir gələcək üçün hazırlaşmaqdır. Düşünürük ki, vaxtımız çoxdur, amma bəlkə də zənginlik pulda deyil ki, bir gün bu cavan bədənin olmayacaq, bu bol enerjin olmayacaq. Bəlkə də azadlıq təkcə sevmədiyin işi tərk edə bilmək deyil. Azadlıq həm də özünə bugünü yaşamağa icazə verməkdir.